Deməli dostlar, Bakıda dumandır. Ön duman ışıqlarını yandırmışam, arxa duman ışıqlarını yandırmışam. Səhərdən müşahidə edirəm, qarşımızdan gedən avtomobillərin heç biri arxa duman ışığını yandırmayıb. Bir də görürsən ki, duman olmayan şəraitdə 3-4 nəfər adam düşüb qabağa arxa dumanını yandırıblar. Bax, duman indi biz 300 metrdən az sahəni görürüksə, avtomobilin arxa duman ışıqları yandırılmalıdır. Bu qaydalardır. Amma biz nə görürük? Bir çoxları yandırmayıb. Yaxşı, niyə yandırmırsınız ki? Yəni, günortana duman olmayanda niyə yandırırsınız? Duman olanda niyə yandırmırsınız? Yəni, biraz yanıltmacı oxşadı, amma həqiqət budur ki, baxın, bu da yandırmayıb duman ışıqlarını, qabaqdakı avtomobil də arxa duman ışıqlarını yandırmayıb. Təkrar edirəm, ön duman ışıqlarını hətta duman olmayanda belə yandıra bilərsiniz. Amma arxa duman ışıqları 300 metrdən az görünən sahədirsə yolda, ki bu 300 metrdən o tərəfi görə bilmirik, bu zaman arxa duman ışıqları avtomobildə mütləq yandırılmalıdır. Belə.